Hər kəsə salam, maraqlı bir final tipli suala baxaq. Ondan sonra isə 10 iyun olan sınaq haqqında məlumat verəcəm. Gəlin baxaq ilk suala. Yəni bu suala baxaq. Deyir ki, A və B ədədləri müsbət tam ədədlərdir və bizə deyir ki, bu bərabərsizlik ödənilir. Əgər deyir ki, bu ödənilirsə, bu ikisinin də ödənildiyini isbat edin. İndi gəlin bizə verilib ki, bu bərabərlik ödənsin. Əgər indi fərz eləyək ki, bu ödənmir. Yəni bunun əksi olacaq. A üstü 8 üzərinə gəlsin, B üstü 5. Kiçik olacaq. A üstü 7 üzərinə gəlsin, B üstü 7-dən. Bizə də verilən bərabərsizliklə yazsaq. A üstü 7 üzərinə gəlsin, B üstü 7. Belə yazaq. A üstü 6 üzərinə gəlsin, B üstü 9. Kiçik bərabərdir. A üstü 7 üzərinə gəlsin, B üstü 7-dən. Bunları tərəf-tərəfə toplasaq, belə bir şey alırıq ki, A üstü 8 üzərinə gəlsin, A üstü 6 üzərinə gəlsin, B üstü 5 üzərinə gəlsin, B üstü 9. Kiçikdir 2, A üstü 7 üzərinə gəlsin, 2 B üstü 7-dən. İndi gəlin biz tətbiq edək. A-ın böyük bərabərdir C-yin. Yəni ədəd orta böyük bərabərdir. Deməli, həndəsə orta bərabərsizliyini. Bu zaman alırıq ki, A üstü 8 üzərinə gəlsin, A üstü 6 böyük bərabərdir 2 A üstü 7-dən. B üstü 5 üzərinə gəlsin, B üstü 9-da böyük bərabərdir 2 B üstü 7-dən. İndi biz bunları tərəf-tərəfə toplayaq. Bu zaman alırıq ki, A üstü 8 üzərinə gəlsin, A üstü 6 üzərinə gəlsin, B üstü 5 üzərinə gəlsin, B üstü 9 böyük bərabərdir 2 A üstü 7 üzərinə gəlsin, 2 B üstü 7-dən. Və ya qaldıqca kiçikdir, indi isə aldıq böyük bərabərdir. Yəni buradan ziddiyyət alınır. Deməli biz əksini fərz eləsək ziddiyyət alırıq. Yəni deməli bu bərabərsizlik mütləq ödənilir. Şimdi keçək ikincisinin isbatına. Deməli biz belə bir bərabərsizlik əldə elədik ki, A üstü 7 üzərinə gəlsin, B üstü 7. Yəni bu bizə verilmişdi əvvəlcədən. Və yuxarıdan da əldə elədik ki, A üstü 8 üzərinə gəlsin, B üstü 5 böyük bərabərdir. A üstü 7 üzərinə gəlsin, B üstü 7-dən. İndi gəlin biz bunları tərəf-tərəfə toplayaq. Bu zaman alırıq ki, 2A üstü 8. Həmçinin bir də bizə bu da verilmişdi də. Onu da yazım. A üstü 8 üzərinə gəlsin, B üstü 5 böyük bərabərdir. A üstü 6 üzərinə gəlsin, B üstü 9. İndi gəlin bu son ikisini toplayaq tərəf-tərəfə. Bu zaman alırıq ki, 2A üstü 8 üzərinə gəlsin, 2B üstü 5 böyük bərabərdir. A üstü 7 üzərinə gəlsin, B üstü 7 üzərinə gəlsin, A üstü 6 üzərinə gəlsin, B üstü 9-dan. İndi gəlin ədəd orta, yəni yenidən A-ın böyük bərabərdir, C-yin bərabərsizliyini tətbiq eləsək. A üstü 9 üzərinə gəlsin, A üstü 7. Deməli, üzərinə gəlsin. Bunları bir götürək. B üzərinə gəlsin, B üstü 9. Böyük bərabərdir 2A üstü 8 üzərinə gəlsin, 2B üstü 5-dən. Bu da böyük bərabərdir. Verilən cəmləyin A üstü 7, B üstü 7, A üstü 6, B üstü 9-dan. Yəni buradan da son olaraq da isbat edirik ki, bu da doğrudur. Və deməli 10 iyun olan sınaqda, yəni final tipli bir sınaq olduğuna görə 2 dənə ədədlər nəzəriyyəsinə aid sual var, bir bərabərsizlik sualı var, sonra bir həndəsə sualı var, sonra nə var idi? Bir bərabərsizlik dedim, bir xüsusi məntiq tələb eləyən, yəni məsələ sualı var, bir dənə də kombinatorika sualı var. Yəni bu tipdədir suallar və artıq hazırdır. Və sualların cavabını 10 iyun daxilində, yəni 10 iyun müddətində göndərmək lazımdır. Əks təqdirdə qəbul edilməyəcək. Və deməli imtahan sualları axşam tərəfi, yəni 6-da 7 iradələrində yerləşdirəcəm 10 iyun, yəni 5 gün sonra. Və imtahanın yəni ilk sınaq olduğuna görə çox da çətin səviyyəli suallar deyil, yəni normal orta belə çətinlikdə olan suallardır. Yəni final tipli suallardır. Yəni bu iki tipə uyğun bir şəkildə hazırlanıb. Ümid edirəm ki, faydalı olur suallarda. Həmçinin də demişdim də, sınaqda ən yüksək yazan bir nəfərə və yaxud 2-3 nəfərə qeydlərimin böyük bir hissəsini paylaşacağam. Və sağ olun.